Həzrəti Əli əleyhissalam nə qədər məzlumdur bu günlərdə? Həzrəti Əlinin bir məzlumiyyəti odur ki, əmisi oğlu, canı olan, ruhu olan Həzrəti Rəsulullahı əldən verib sallallahu aleyhi və aleyhi. Həzrəti Əli əleyhissalamın bir məzlumiyyəti budur ki, özünün dediyi kimi nə qədər qəmim olsaydı, kədərim olsaydı, evə gəlib Zəhranı görsəydim, qəmim gedərdi. Deməli, Əlinin üzündən qəm aparan, kədər aparan Zəhranı itirib. Və Həzrəti Əlinin bir dənə də məzlumiyyəti var. O çox ağırdır. Onu istəyirəm xanım Zəhranın öz dili ilə deyim. Peyğəmbər Salavatullahın dəfnindən qayıdanlar Həzrəti Zəhraya təsəlli olsun deyə bəzi səhabələr xanımı ki görə bilmirdilər, ya pərdə arxasından, ya divar arxasından danışırdılar. Oradan səslərin ucadan qaldırdılar ki, xanım Zəhra eşitsin, təsəlli tapsın. Dedilər ki, ya Fatimə, sənin atan Rəsulullahı dəfn elədik. Yəni, bunlar düşünürlər ki, biz öz vəzifəmizi, axırıncı, sonuncu vəzifəmizi, məsuliyyətimizi yerinə yetirdik. Xanım Fatimə dedi ki, siz deyin mənə görüm, mənim atamın üstünə necə torpaq tökdünüz? Necə əl-üz gəldi ki, aləmlərə rəhmət olan Peyğəmbərin üstünə torpaq tökəsiniz? Onu necə elədiniz, onu mənə deyin. Bax, mən elə bundan istifadə edib deyirəm ki, ya Əli, sən Zəhranın üstünə torpaq tökəndə necə tökdün? Elə bilirəm ki, o an Həzrəti Əlinin ən böyük müsibəti odur, ən böyük məzlumiyyəti budur. Allah bizi xanım Fatimə Zəhranın ziyarət, şəfaət, məhəbbətindən ayrı salmasın inşallah.